Siz narkotik istifadə edən zaman tibb sahəsində təhsil alırdınız və bilirdiniz ki, bunun fəsadı ağır olacaq. Nə düşünürdünüz o zaman? Onun belə bir dənə deyim sizə, yəni orada işdir, yenə də deyirəm, burada heç nəyə baxmır narkotik istifadəçisi. Müəllim də narkotik istifadə edə bilər, əczaçı da, narkomana iş verən hakim də narkotik istifadəçisi olubdur. Mən onu eşitmişəm də, görmüşəm də. Yəni o onu dərk elə, ali savadlı hüquqşünas, əgər bir narkomana narkotiklə bağlı həbs verirsə, amma Qurdalı'nda özü də narkotik istifadə edəndə narkoman da olubdur, hər yerdə olub, bütün iş sferlərində yəni mövcud. Mən onu dərk edirdim, bilirdim ki, bu nədir. Məndən yaxşı da onu dərk edən olmazdı. Amma öz iradəmdən asılı deyildi də, yəni mən yenə də narkotik edirdim. Demək ki, burada insan iradəsi... İnsan iradəsi, xeyr, boy, buxun, çəki, kilo, irqindən, insindən asılı olmayaraq, dünyada neqr da var, narkoman, Kitay da var, Azərbaycan da var, Türk də var. Bu insana baxmır, şəxsiyyətə baxmır, boya, kiloya baxmır, salada da baxmır. Bura gəlməyi necə planladınız ki, artıq mən bu məşəqqətli həyata son verməliyəm, bunu bitirməliyəm, narkotiklə mübarizə aparmalıyam? Mən özüm bitirdim çünki. Mən 45 kilo qalmışdım çəkim. Mən güzgüdə özümü baxırdım, belə biraz məcazi mənada çıxar tanıya bilmək, amma az qalmışdı ki, məni qıraq tanımırdı. Amma mən özüm insanı özüm tanıyıraq, bilirdim mən Babəkəm, amma əslində o deyildim da, yox idim. Mənim valideynim əslində anam, tapdı 12 adım reabilitasiya mərkəzini. Belə açığı 3-4 dənə yerlə maraqlandı. Ən əsası axırda 12 adım reabilitasiya mərkəzini tapdı. Çıxdı Əkbər Cəfərova. Dedi ki, mən birinci növbədə Allaha, ikinci növbədə sizə uşağı həvalə edirəm. Yəni, mənim uşağımı qaytarın deyim. Mən də gəldim. Liboy qorxu, narkomanın qorxusu ağrıdır. Mən təzə gələndə fikirləşdim ki, mən neyniyəcəm burada. Amma ondan sonraki o isti münasibəti görəndən sonra, qayğını görəndən sonra, proqramı yavaş-yavaş dərk edəndən sonra mən özüm Allaha şükür edirdim. Hər dəfə minnətdarlıq edirdim anama, Allaha, Əkbər müəllimə ki, nə yaxşı gəldim. Özünüz